Uşaqlar, qısa cavab deyəndə nə nəzərdə tutulur? Məsələn, deyirəm ki, o sinemaya getmək istəyir. Sən də qayıdıb iki dənə deps qoyulub altıda, görürsünüz. Bu dialoqdur, yəni iki nəfər danışır. Deyir ki, yuxarıdakı, tutaq ki, A, burada yazaq B. Deyir ki, o sinemaya getmək istəyir. Sən də qayıdıb deyirsən ki, mən də getmək istəyirəm. Və deyirsən ki, o sinemaya getmək istəmir. Sən də qayıdıb deyirsən ki, mən də getmək istəmirəm. Mən də istəyirəm, mən də istəmirəm. Buna biz ingiliscə deyirik short answer, qısa cavablar. Və təsdiqə təsdiqlə, inkara inkarla cavab verilməlidir. Təsdiqin cavabı so do I-dır, inkarın cavabı neither do I-dır. Tək bundan qurtarmır. Sadəcə sözümün canı nədir? So-nu sən təsdiqdə istifadə eləməlisən, neither-ni inkarda. Neither-ni sən təsdiqdə qoya bilməzsən. So-nu da inkarda qoya bilməzsən. Məsələn, bu cümlə inkardadır, yoxsa təsdiqdədir? Təsdiqlə. Deməli sən D ilə B-ni avtomatik çıxacaqsan. Cavabın ya A-dır, ya C-dir, ya da Y-dir. Üçündən biri. Baxırıq. Yazıram bir dənə cümlə. Deyir ki, she wants to go to the cinema. Wants hansı zamandır? İndiç. İndiki zaman köməkçi feili nədir? Nələrdir? Əmizar. Do does. Dudas. Əmizar ing-li, yəni davam edici zamandır. İndiki sadə zamandır. Bu axırda s var. İndiki sadə zamanda do does'dır. Sən bir deyəcəksən ki, so do I. O sinemaya getmək istəyir. Mən də getmək istəyirəm. So do I. Və deyə bilərsən ki, I do too. To həmçinin deməkdir. Mən də həmçinin deyə bilərsən. Və deyərsən ki, amma mən istəmirəm. Amma nədir ingiliscində? At. Amma ingiliscində batdı, bəli. Amma mən istəmirəm, but I don't. Bax, bu üç formada təsdiq cümləyə cavab veriləcək. İndi bunun inkar versiyasını yazaq. Buradan bir qeyd aparacaqsa aparın, çünki silirəm. Silirəm. İndi bir dənə də inkar versiyasını yazaq. Nəzərinizə çatdırım ki, so do I, neither do I gəlib cümləsindəki do şərti xarakter daşıyır. Şərti xarakter daşıyır nə deməkdir? Yəni cümlə hansı zamandadırsa, o zamanın köməkçi feili qoyulacaq ora. Köməkçi feil qoyulur ha, xəbərin özü qoyulmur. Yəni do indiki sadə zamanda olduğu üçün cümlə qoyulmuşdur. Keçmişdə olsa did qoyular. Bitmiş zamanda olsa have was qoyular. Keçmiş bitmişdə olsa had qoyular. Gələcəkdə olsa will shall. Başa düşdünüz? Belə cümlə yazıram. She didn't want to go to the cinema. O sinemaya getmək istəmədi. İndi mən demək istəyirəm ki, mən də istəmədim. Bir deyəcəm, neither, yəni neither cümlə hansı zamandadır? Cümlə keçmiş Keçmiş. zamandadır. Köməkçi feili də did. Did olduğu üçün yazacağım bura neither did I. Heç mən də istəmədim. Neither yerinin orada görə bilərsiniz. Nor did I və ya bayaq yazmışdım I do too. İndi onun inkar versiyasına quraq. I do'nun yerinə inkarda yazdığım üçün don't deyəcəm. Don't. To'nun da inkar cümlədə ekvivalenti var idi. Nə idi? To'nun yerinə biz to'nu inkar cümlədə istifadə edə bilmirik də, düzdür? Onun Ayza. əvvəldən nə istifadə edirik? Ayza. Ayza, bəli. I don't Ayza, mən də istəmədim mənasındadır. Bu da da deməkdir, bu da da deməkdir. Sadəcə olaraq birini inkar cümlədə, birini də təsdiqdə istifadə edirik. Bir də deyirəm ki, amma mən istəyirəm. Onu necə deyəcəm? Bataydı. But I do, bəli. Bunlar mənim short answer, yəni qısa cavablar qaydasıdır. Qısa qaydadır.
29 cavab nə oldu mənim? Gəldib, gəlirəm, səbir ol. İndi baxırıq 29-a. I have a lot of responsibilities deyir. Mənim çoxlu məsuliyyətim var. Cümlə hansı zamandadır? İndiki bitmiş. İndiki sadə. İndiki bitmişin strukturu budur, bax. Have, has, üstə gəl, verb 3, verb 1-dir. Ha, burada verb 3 var, yoxdur. I nədir? Mübtəda. Have, xəbər, a lot of responsibilities də tamamlıq. Ha, bu xəbərin harası indiki bitmiş zamanda? Have indiki sadə zamandadır. Mən desəm I had, onlar keçmiş sadə zamanda. Desəm desəm ki I have had, onlar indiki bitmiş zamanda. Desəm I had, onlar keçmiş bitmiş zamanda. Yəni have cümlədə özü tək başına verilibsə, qabağında heç şey yoxdursa, deməli cümlə indiki sadə zamandadır. I have to hansı zamandır? Have to olduğu kimi qalsa, deməli indiki sadə zamandır da. Və niyə öldürürsünüz çərəsimiz? Biz zamanlar keçmişik, modal fel keçmişik. Bunları fərqləndirməyi bilməliyik artıq. Have cümlədə üç formada istifadə olunur. Bir modal fel, bir əsas fel, bir də köməkçi fel. Bax, buradakı have köməkçi feldir. Bu o deməkdir ki, cümlə bitmiş zamandadır. Buradakı have isə indiki zamandır. Əsas feldir çünki və əsas fel olduğu üçün cümlə indiki zamandadır. Bu o deməkdir ki, cümlə indiki zamandadır. Yəni sən indiki zamana have-lə cavab verə bilməzsən. Çünki bu köməkçi feldir. Köməkçi fel kimi have-i o vaxt qoyarsan ki, burada sənə yazsın have had. Burada sənə have had yazsa, sən burada so have I deyərdin. Çünki buradakı have köməkçi fel, bu da əsas fel olacaq. Amma have tək olduğu üçün cümlədə xəbərdir. Xəbər indiki zamandadır. Ona görə də do-da deməliyəm. Cavab oldu A. Sonra sual. Bunun qaydasını atdım. Oxuyarsınız bir də. Recordingi tapır. 30'dan sonra sual var. Hı hı. Uşaqlar, keçən dərs passiv voice-dan danışdıq. İndi elə testlər qabağınıza çıxacaq ki, deyəcək hansı cümlə passivdə düzdür və ya hansı cümlə passivdə deyil. Passivdə olan və olmayan halları bilmək üçün bunu əzbərləməlisiniz. Bax, konspektin axırında hansılar passivdə işlənir, hansılar işləmir, onlar var. Təsirsiz feillər. Əzbərləyəcəksiniz bu feillərin hamısını. Bu feillərin olduğu cümlə passiv voice istifadə olunmur. To be ilə işlənən feillər. To be ilə işlənən feilləri əzbərləyəcəksiniz. Bu feillərin olduğu cümlə passive voice-da istifadə oluna bilməz. Yəni, məsələn, to be shocked, şoka düşmək. To be interested in, marağında olmaq. To be excited, həyəcanlı olmaq. To be exhausted, yorğun olmaq. Bunların heç biri passive voice-da istifadə olunmur. Və bunları əzbər bilməlisiniz. Və ya deyərsən ki, cümlədə tamamlıq yoxdursa, cümlə passive voice-da deyil. Əsas məsələ burada tamamlıqdır. Və tamamlıq A, Ə, I, İ kimi tərcümə olunmalıdır. Biz buna deyirik təsirli feildən sonra gələn tamamlıq. Cümlədə feil iki formada olur. Təsirli feil, bir də təsirsiz feil. Təsirsiz feil özündən sonra A, Ə, I kimi tamamlıq tələb eləmir. Amma təsirli feil tələb edir. Məsələn, deyim ki, mən gətirdim nəyi? Kitabı. Necə tərcümə edim? Nəyi? I kimi tərcümə elədim. Mən baxdım kimə? Yəni, burada artıq kimə demişəm? I kimi tərcümə olunur. Artıq mən bunu passivə çevirə bilərəm. Amma deyirəm ki, məsələn, harda var, burada bir dənə söz seçək. Bunların heç birini seçəməm. Məsələn, deyirəm ki, afraid of, qorxmaq. Nədən? Dandan demişəm. Bu artıq təsirli feil deyil. Təsirsiz feildir.
və sən bunu passive voice-a çevirə bilməzsən. Əlavə olaraq burada 2 dənə forması var. This is zətizlə başlayan cümlə passivdə istifadə olunmur. Bir də there is zera ilə başlayan cümlə passivdə istifadə olunmur. Cümlə gördük ki, there is zera ilə başladı, cümlə passivdə olmayacaq. Cümlə this is zətizlə başladı, cümlə passive voice olmayacaq. Bilirsiniz niyə? Çünki there is zera ilə başlayan cümlədə tamamlıq olmur. Olmadığına görə də biz onu deyirik ki, cümlə passivdə deyil, çünki passiv çevirə bilmir, çünki içərisində tamamlıq yoxdur. This is zətizlə başlayan cümlədə də həmçinin içərisində tamamlıq olmadığına görə biz artıq bunu passivə çevirə bilmirik. Passivə çevirə bilmədiyimizə görə də sən artıq bunu variantlardan çıxacaqsan. Həm passiv də olmur, həm də passivə çevrilmir. Yəni sən desən ki, hansı cümlə passivdə düzdür, this is zətizlə başlayana, there is zera ilə başlayan çıxacaqsan. Hansı cümlə passivə çevrilmir, there is zera ilə başlayan, this is zətizlə başlayan çıxacaqsan. Daha doğrusu çevrilir desə çıxacaqsan. Çevrilmir desə seçəcəksən. Daha sonra passive voice-da olan cümlənin sonu sifətlə bitməməlidir. Yer zərfi ilə bitməməli. Görüm onlar harda verib. Burada bir 7 görmüşdüm. Hə, burada. Deməli, passivdə olan cümlənin sonu sifətlə bitməməlidir. Yəli əvəzi müstəqil forması qabağımıza demək olar çox çıxmır. Yəli əvəzi müstəqil forması nədir? Məsələn, mine, yours, əsli versiya müstəqil formadır. Sonra hers, müstəqil forma. Bunlar cümlənin sonunda gəlibsə, həmin cümlə passivdə verilmir. Daha sonra yer zərfi gəlibsə, bunlar passivdə verilmir. Bu dediyim indiyə kimi qaydalar var ha. Bunların hamısı şərtidir. Necə şərtidir? Mən sənə məsələn deyirəm ki, zərə ilə başlayan cümlə passivə çevrilmir. Düzdür? Bu demək deyil ki, bu həmişə keçərlidir. Bunun keçərli olmasının səbəbi odur ki, zərə ilə başlayan cümlənin içərisində to be gəl bölb 3 bölb idi. Yəni passive voice strukturu yoxdur. Məsələn deyir ki, deyirəm sənə. Zərə ilə başlayan cümlə passivdə olmur. Sən variantlara baxanda görəcəksən ki, cümlənin içərisində to be üstəgəl verb 3 verb idi yoxdur. Buna görə deyirik ki, biz həmin cümlə passivdə deyil. Və sən passivdə olanı istəyirsə, bunu çıxacaqsan. Amma elə ola bilər ki, həmin cümlənin içərisində ikinci bir passive voice-da ayrıca bir cümlə versin. Biz bilirik də cümlə bir cümlədən ibarət deyil. Ola bilər ki, 2 cümlə və ya 3 cümlədən ibarət olsun. Sənə bu hissədə zeri zəranı verir. Bu cümlədə passive voice yoxdur. Amma ola bilər ki, ona bitişik ikinci cümlənin içərisində passive voice olsun. Və ona bitişik üçüncü cümlənin içərisində passive voice olsun. Yəni bunları nəzərə almalısınız. Cümlənin içərisində başqa bir hissədə to be gəl bölb 3 bölb idi varsa, sən onu passive voice kimi götürə bilərsən. Zeri zera ilə başlasa da. Başa düşürsünüz nə demək istəyirəm? Yəni həmişə bu qayda keçərli deyil. Və ola bilər ki, qəbul testlərində qabağınıza çıxsın. Yəni inşallah ki, qəbula salınmaz. Çünki bu baş qatan bir sualdır. Amma burada işləyəcəyiniz, kursda işləyəcəyiniz qaydaların testlərində çıxacaq qabağınıza. Vəssalam. İndi ev tapşırığı vermişdim, bilim toplu 2023'ten. Orada Hı hı. Mesela passive olan düzgün cümleler seçin. Buradan suallarınızı verin. 14 var benim önümde. 14. Deyir ki, passive'de olan düzgün cümləni seç. The design custom are demonstrated. Are demonstrated. Tabii ki, böyle 3 bölüm var. Biri götürərəm. Are cheap. Cheap xəbər deyil. Sifətdir. Bu ümumiyyətcə passive voice-da deyil bu cümlə. 2 səhvdir. Deməli, are the design costume demonstrated here. Here'ı burada saxlayan bir şey danışacağım. Are the design costume cheap? Cheap axırı sifətdə çıxdı. Elə burada heç nə yoxdur. Cavab olur 2-3.
Burada yer zərfinə görə dedim bəlkə çıxar, amma çıxmır. Elə tubisi Yerdən gəlib. əvvəl başlaməsə mənim. Nədən əvvəl? Yerdən. Yox, niyə işlənsin ki? Bayı müftədanın qabağına qoyuruq biz. Yer nədir? Yer zərfi. Sonra. Məsələn, baxın 20-yə. 20-də düzgün pəsivlə cümləni seçdik, düzdür? Zeri zera ilə başlayıb 2 səhvdir. Sonra burada başqa nə var? Are not to live 3 düzdür. Has been hurt in the battle 400 oxşuyur. Has been frosty. Frosty nə deməkdir? Lüğətin sözüdür. Şaxtalı. 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 Bu feil deyil, düzdür. Feil olmadığı üçün artıq bir səhv. 2-də zeri zera ilə başlayır deyə səhvdir. Cavab olur 3-4. Sonra 48 var mənim. 48. 48. Deməli, experienced sifətdir. Bu getdim. O zaman burada məncə urgent. Urgent də təcili. Bu da sifətdir. Getdir. Cavab olur 2-4. Axır sifətlə bitənlər çıxacaqsın. Sonra 51 var mənim. 51. İndi 51 özündə məndə. Daha keçdik. Linked. New nə deməkdir? Yeni. Yeni sifətdir, düzdür? Bəli. Deməli, bunu çıxdım. Burada appeared id ilə verilib. İdin qabağında to be var. Hayır. Deməli 2 də səhvdir. Cavab olur 1-3. Sonra Bir de 61 62 yapısı. 61, 62. Hə, sonuncular. Deməli, pəssivdə düzgün cümlələri seçin. Hansılar səhvdir uşaqlar? 2 səhv var yəqin ki. Bir də 2 ki səhvdir, beautiful var. Have been-dən sonra böbüç böbidim yoxdur. 4 də səhvdir. Cavab o 1-3. Brilliant sifətdir. 1-7. Sonra deyim buranı sileyim biraz görsənsin. Was the next which concluded with congratulations? Deyə bilərəm ikini. Were the old paintings restored at last? Qoy bir dənə dördə baxım, 4 dənədir. Were there. Zeri zera ilə başlayır. İndi were ilə verib də keçmiş zamanda zeyir were. Bununla başlayırsa səhvdir. Cavab olur elə 2-3. Y bəndi. 1-ə dediyi sifətə görə səhvdir. 4-cüdə zeri zera ilə başlayır desə. Hepsi bunun ardına yazırsınız gələn səfər. Baxın, burada qalıb pəssivdə düzgün cavablar. Sənə cümləni verir, deyir ki, pəssivdə cavab ver. Variantlardan hansı düz formada cavab veribsə, onu götürəcəksən. Daha sonra burada bir ikisi də qalıb. 2 dənə sualdır. 25 dənə budur. Pəssivə çevrilə bilən və bilməyənlər. Bax, əsas budur. Bunu yazacaqsınız evdən. Elma, o Hepsi. sonuncu İki başlığı dənə yazmışam. Orada 2 dənə sualım var. Baxa bilərik onlara. baxa. Biri 8-ci sual. Hansısa çevrilə bilmir, hansısa çevrilə bilməz. Təbii ki, tamamlığı olmayanlar. 8-ci sual. 8. Hansısa çevrilə bilər. Tamamlığı olanlar çevrilə bilər. Deyir ki, Jack məni encourage Azərbaycanca nə deyirdik? Cəsarətləndirmək üçün güldü. Nə üçün güldü? Məni cəsarətləndirmək üçün kim güldü? Jack. Burada tamamlıq yoxdur. Mən biri çevirə bilmərəm. Bir getdi.
They sold their house yet? Onlar hələ öz evlərini satıblar. Onların evi satılıb. İkini çevirə bilərəm. We are happy to realize our dreams. Biz öz xəyallarımızı reallaşdırdığımıza görə happy, xoşbəxtdik. Burada da tamamlıq yoxdur. 3 səhvdir. Cavab olacaq 2-4. Turkey cümlədə tamamlıqdır. Tamamlıq kimi götürəcəm. Cavab olacaq A bənd. Burada Bir de ancaq 22. tamamlıq tapmalıyıq, Xüsusiyo. Nə? Ancaq tamamlığı tapmalıyıq, Xüsusiyo. Bəli, tamamlığı tapırsan. Tamamlıq varsa deməli çevirə bilir. Yoxsa çevirə bilmir. Böyle. Bir de 22 kaldı. 23 daha doğrusu. Evet. Elbise dikansa yine çevrilebilir. The meal wasn't fresh enough. Yemek o kadar da taze değildi. Burada tamamlık var. Xeyr. Deməli bir səhvdir. Birlərin hamısını çıx. I bike to work every morning. Mən hər gün işə velosiped sürürəm. Burada tamamlık var. Yoktu. Yoxdur. Cavab olacaq 3-4. Bir 3'te de this üçüncüde is taştırdım hani. Bu tamamlıktır. mevzu hakkında. Hə? O tamamlık sayılır ki. Nə sayılır? Ha belə? Deyir ki, onlar bu məsələ haqqında sonra danışdılar. Bu məsələ haqqında sonra danışıldı. They have already analyzed the results. Nəticələri analiz ediblər. Nəticələr analiz edilib. 3 ilə də çevrilir, 4 ilə də çevrilir. Başa düştüm. Çok sağ olun. Всё. Bu iki dənə punkt arasında birində 25'te birində 32 suallar da 50 dənə test eləyir. Gələn dərsə bunu yazırsınız. Common Words Part 3'ün hamısını öyrənirsiniz, gəlirsiniz və qaydanı da təbii ki oxumaq lazımdır. Vəssalam. Bugünlük dərsimiz bu qədər uşaqlar. Gedə bilərsiniz. Sağ olun, gecəniz xeyrə. Sağ Sağ olun. olun, gecəniz xeyir. Sağ olun. Sağ Xeyra Hər taş. Sağ, Mən sağ olun, dərs gecəniz salam xeyir. göndərərsiniz də yəqin, hə? Hər göndərəcəm. Tamam. Sağ Sağ olun, olun. gecəniz xeyir. Sağ olun, uşaqlar, hələ. Gecəniz.